ayıq xalqlar, müsəlmanlar bunu bilirlər ki, bu zalim qüvvələrin işi fəqət Fələstin Qəzzədir. Necə ki, müşahidə edirsiniz, artıq Livana, Beyruta yaxın girirlər, bombalayırlar. Yəni, əgər müsəlmanlar bu zalim qüvvələrin qarşısında bir olub, bu düşməni məğlub etməsələr, bunlar bir-bir bütün ölkələrdə öz çirkin siyasətlərinə çatdıqdan sonra növbəti müsəlman ölkələrinə girib zülmə başlayacaqlar. İqil də bu cür eydiyə, Daeş işidir. Əgər onların qarşısı alınmasaydı, Allah rəhmət eləsin, Sərdar Süleymanı kimi şəxsiyyətlərə, cəmi hərəm müdafiələrinə, müqavimətçilərə, əgər Daişin qarşısı alınmasaydı İraqda, Suriyada, onlar artıq başqa müsəlman dövlətlərinə keçməkdədirlər. Zülm edəcəkdilər. Müsəlman xalqların namusun, malların və s. təcavüz edəcəkdilər. Və biz bunu müşahidə edirdik. Və onlar da bunu gizlətmirdilər. Və təəssüf olsun ki, müsəlmanlar ayılmır, bu yəhudilər də bunu gizlətmirlər. Deyirlər ki, coğrafi nöqtə göstərirlər. Biz filan nöqtədən filan nöqtəyə qədər, filan sahildən filan sahilə qədər gedəcək, böyük yəhudi dövləti quracaq və s. axir.